Bizdə telefon xəttində dinləyicimiz var. Leyla xanım var, kişi qızı Leyla. Belə imza ilə həmişə bizə müraciət edir. Salam aleyküm Leyla xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Qonaqlarımızı salamlayıram. Buyurun. Və Vəhhabilik barəsində onu deyə bilərəm ki, biraz tarixi barəsində tanışam. 18-ci əsrin ortalarında yaranıbdı və düz deyirdilər, Teym qəbiləsindən olubdu bunun yaradıcısı və bunlar belə düşünürlər ki, Allahın əmrləri və Peyğəmbərin sünnəsindən xaric nə varsa, hamısı İslama kənardan gətirilmişdi. Və özümü tuturam o Hacı Qamət bəyə və soruşmaq istəyirəm ki, İslamda varmı aqressiya, ekstremizm varmı? Var? Var mı Hacı? Xeyr, yoxdur. Yoxdur. Bəs bu vəhhabilərin bu tarix boyutu öyrətdikləri nə oldu? 18-ci əsrdə yaranmış məzhəb hara Peyğəmbər əhl-i-sünnət var. Bunların arasında heç bir bağlılıq yoxdur. O Əl-Vəhabın özünü o tayfasından ifrat təbliğlərinə görə gizli disputlara girmişdi. Fikirləri ifrat dərəcədə kəskin və mühafizəkar olduğu üçün qovmuşlar onu özünü o qəbilədən. İndi də siz o Əl-Vəhabın fikirlərini yayırsınız və öz adınızı da inkar edirsiniz ki, biz Vəhhabi deyilik. Mən hətta o məscidin özündə idim. Siz bir dəfə qayıtda dediniz ki, burada Vəhhabi varsa dursun, çıxsın bayra və çox gülməli vəziyyət yarandı. Heç kim yerindən tərpənmədi. Az qaldım mən durum ki, valla mənəm deyəsən Vəhhabi burada. Və 1803-cü ildə Məkkənin özündə də Peyğəmbərin səhabələrinə aid o qədər tarixi abidələr dağıdıbdı Vəhhabilər. Mən özüm şəxsən Suriyada olanda və orada dağıntılar gördüm. Mən soruşdum ki, bu nədir? Yəqin hansısa qədim xəlifənin evi olubdu, ya nəsə məkan olub. Mən başa saldılar ki, yox, bunlar Vəhhabilər xanım Zeynəb məqbərəsinin yaxınlığında törədiblər və tarix özü də çox gözəldir. Sadəcə olaraq İngiltərə və Fransanın İngiltərə-Fransa qarışmasaydı, Vəhhabilərin kökünü çoxdan kəsəcəkdi. Osmanlı imperiyası və qalxmışdı ayağa və Misir hökmdarları özləri də onlara qarşı mübarizə aparmaq istəyirlər və İslam üçün belə lazım deyil. İslamın adını biabır eləmək lazım deyil. Peyğəmbərin adını, əhl-i-sünnənin adından istifadə edib İslamın adını batırmayın. Və bir də Vəhhabilik əgər belə təmiz məzhəbdirsə, hardadır sizin bu mənbələriniz, maddi mənbələriniz? Kimdir sizi maliyyələşdi? Hardan o meşid 5 dəqiqəyə peyda oldu, yerin ortasından göbələk kimi çıxdı? Necə ola bilər o? Və bu möminlər Peyğəmbər belə mürtəd görkəmində belə gəzməyi təbliğ eləyə bilərmi Peyğəmbərin dini? Bu cürə gözəl İslam siz vitfasınıza baxın, adam baxanda mən şəxsən İslamı gözəl. Bu çox üzr istəyirəm. Bu artıq hər kəsin öz şəxsi işidir, geyim məsələsi. Çox sağ olun iştirakınıza görə. Minnətdaram.